Dostlar, heç bir xidmət haqqı olmadan nə vizadan əvvəl, nə vizadan sonra Avstriyanın Viyana şəhərinə Amazon şirkətindən sürücü axtarırıq. Cəmi bir nəfər heç bir xidmət haqqı olmadan götürəcəm. İnşallah ki, Avstriya işçi vizasını alacağım. Onunla da gətirəcəyi Avstriyada işləyəcək. Deməli, məsələlərin əsli nədir? Mən Avstriyaya indiyə kimi heç bir işçi gətirməmişəm və bildiyiniz kimi Almaniyaya bir xeyli gətirmişəm və Avstriyada bu işlər necə gedir tam olaraq bilmirəm. Yəni, əmin deyiləm. Amma qaydasına görə hamısını araşdırıb, yəni qaydalara uyğun olaraq işinizi görəcəm və bununla da inşallah ki, Avstriya işçi vizanızı alacağım. Heç bir xidmət haqqı olmayacaq və ondan sonra da inşallah ki, ödəniş vizanın sonra olmaq şərti ilə Avstriyaya da sürücü gətirməyə davam edəcəm. Deməli, şərtlər nələrdir? Şərtlər 1. Universitet diplomunuzun olmağı, universitetinizin Avstriyada tanınmağı, bunu yoxlayacağıq birlikdə. Əgər tanınırsa, ikinci bir şərt pravanızın olmağı və pravanıza minimum 3 il bundan qabaq almış olmağınız və böyük ehtimal bir neçə nəfər yazacaq və bu bir neçə nəfər arasında üstünlük veriləcək. Həqiqətən də bu sprinterlə mal paylama işini görmüş insanlar. Komment yazan hər bir şəxslə əlaqə saxlayacağım, danışacağım. Kimlər ki bu işi görübdür, onları seçəcəm. İnşallah ki, yəni aralarından bir nəfər və işlərinə başlayacağım və digər yerdə qalan insanlar da bu bir nəfərə işçi vizasını aldıqdan sonra inşallah ki, ödəniş vizadan sonra olmaq şərti ilə işini görəcəm, vizasını alacağım.